Herkese salam, kanalıma xoş gəlmisiniz. Mən əslində o rayonda olmalıydım, amma hələ də Bakıdayam. Ben vizajistimdim. Hem vizajist hem videodur. Üçü birinde hem o ne dile? Marketing. Üçü birinde. Hansı kameraya danışmalıyım? Aynı olsun. Bugün pis yuxu gördüm və ona görə rayona getməyim təxirə salındım. Özümə inana bilmirəm ki, yuxuya görə mən getmədim. Çünki falçı, göz, belə şeylərə qəti inanmıram. Bugünkü vlogumuz isə həmişəki kimi evdən başlamır. Bugün qardaşımgildəyəm, çünki Pərvanənin səhifəsi üçün video çəkməliyik. Hal-hazırda hazır olan videonu sağ tərəfində görə bilərsiniz. Bu arada Pərvanə loqopeddir və onun iş səhifəsi üçün vaxt-vaxtında biz kontent yaradırıq. Məlumatlı və faydalı videolar. Pərvanəgildə kitablar hər zaman çoxdur, amma kitablar hamısı rus dilindədir. Mən də deyirəm ki, Azərbaycan dilində bir maraqlı kitab mənə tap ver. Ben de sana deyirəm ki, bu klassikanı oxu. Baxa görək nə məsləhət verir. Deyəsən yalnız bu kitab var Azərbaycan dilində. Bunda mənə sırıyır bu. Təəssüf ki, belədir, amma söz verirəm ki, mən onu düzəldəcəm. Bu maraqlıdır görəsən o şey. Mənim üçün maraqlıdır. Azərbaycan dilini inkişaflatdırmaq məqsədi ilə çoxlu Azərbaycan dilində kitab oxumaq istəyirəm. Bundan başlayacağam. Saat уже 12-dir. Biz isə indi blinçikləri hazırlamağa başlayırıq. Birdən blinçik istədiyim üçün. Mama, я буду снимать. İndi sizə bir balaca başa salacağım niyə görə biraz yuxulardan qorxuram. 3 il bundan əvvəl qızlar çox aydın bir yuxu görürəm. Güya biz ailəlikcə gedirik dənizə. Qardaşım, mən, mama, nənə hamımız. Dənizdəki su isə o qədər çirkin idi. Rəngi heç dəniz rəngi deyil idi, palçıq idi. Və bu bulanlıq çirkin suda biz hamımız çimdik, bir də nənəmdən başqa. Biz də hər dəfə nənəyə deyirdik ki, sən də gəl çim. O da deyirdi ki, mən istəmirəm, su çox pis gündədir. O qədər aydın gördüm mən bu yuxunu. Səhər oyanan kimi girdim internetə və baxdım ki, mənasına. Və orada yazılmışdı ki, çox pis bir hadisə sizi gözləyir. Bilmirəm təsadüfdür ya yox, amma 3 gün sonra nənəm rəhmətə getdi. Biz hamımız necə yuxuda çimirdiksə, elə də ağlayırdıq, yalnız nənə orada yox idi. Ola bilər təsadüfdür, amma qarışıq yuxu deyil idi. Dəhşət aydın idi və 2 gün ərzində mənim ağlımda idi o yuxu. Düzdür, nənəmin Allah rəhmət eləsin 90 yaşı var idi. Amma xəstə zad deyil idi, tam özünü idarə eləyə bilirdi. Yəni ki, biz gözləmirdik ki, o rəhmətə gedə bilər. Amma o hadisədən sonra mən biraz öz yuxularımdan qorxuram. Nadir hallarda yuxu görürəm və bəzən lap aydındısa mən çalışıram ona riayət edeyim. Və bu dəfə də yalnız öz yuxuma görə rayona getmədim və yenə təxirə salındım. Və gecikən yerim yoxdur, ona görə ürək rahatlığı ilə düşündüm ki, növbəti gün gedərəm, problem deyil. Düzdür, biraz qalın alındı, amma çox dadlıdılar. Siz bir dənə saata baxın. Birə işləmiş evə gedirəm. Siz isə qızlar mənim kanalıma abunə olmağı unutmayın. Dünənki videonun montajını bitirdim və o telefonum zaryadkaya qoydum. Həm də ki, orada vlog save olunur və təzədən doğma 14-ümüz yadımıza gəlir. Nələr keçmişik biz bu 14-nə. Saat 2-dir, amma mən yenə də çimmək istəyirəm. Son zamanlar saç üçün Mari Dermen bu maskasını istifadə edirəm. Saçlar o qədər yumuşaq, qəşəng olur. Çimərkən hardasa 10-15 dəqiqə saçımda saxlayıram. Amma yalnız saç uclarına tətbiq edirəm. Yəni ki, nə badə diplərə vurasız. Mən çox gec çimirəm, amma gördüyünüz kimi hələ də save olunub qutarmayıb 74%deyik. Növbəti gündən salam. Siz rəylərdə yazandan sonra indi mənim də bu mikrofonun səsi əsəbimə toxunur. Bu aralara həmin mikrofonla çəkmişəm, amma nədənsə xoşuma gəlmir. Fikirləşdim ki, yoxdur, üstündən normal səs yazım. Əş belə də gedər deyib saxlaya bilmirəm, ona görə üstündən yazıram. Deməli bacılar, burada sizin ən sonuncu vlogda verdiyi suallara əsasən cavab verirəm. Hamı soruşurdu ki, Apple Watch-u mən neçə almışam? 870 manata. Əvvəl dediyim kimi 40 mm götürmüşəm və hələ ki qızlar çox razı
razıyam. Öz funksionallığı superdir. Əgər sizə ətraflı bu mövzu maraqlıdırsa, mütləq rey bölməsində bunu yazın. Mən sizin üçün shorts olaraq Apple Watch-un ən bəyəndiyim funksiyalardan danışacağam və video çəkəcəm. Əgər maraqlıdırsa, mütləq bildirin. Bayaq durdum və ona görə elə ki makiyajlamayı istəmirəm. Nəmləndirici olaraq isə Maruderm'ın bu nəmləndiricini hələ ki tətbiq elədim. Hələ ki dərimə tam olaraq hopsun, mən isə özümə zavtraq hazırlayım. Nəsə səhər kofe istəmirəm. Sadəcə özüm üçün bir stəkan təzə dəmli, gözəl çay dəmliyim. Məhək də əlavə eləyəndə olur möhtəşəm. Bu məhəkə məni rəhmətli nənəm öyrəşdirib. Cəmi 2 dənəsini əlavə edirəm, kifayətdir. Səhər duranda elə sevinirəm qoxunam tərtəmiz çiçək kimi olanda. Gəlin qayğanaq eləyək. İndi 100% deyəcəksiniz ki, Ayka özünü tərifləyir. Amma vallah deyirəm, mən elədiyi qayğanaq qədər dadlı qayğanaq heç yerdə yoxdur. Sizdən çox xahiş edirəm qızlar. Əgər daimi mənim kanalımı izləyirsinizsə, nə olar abunə olun. Bu çox önəmlidir. Ən böyük stəkanda üzmə çay süzmək istəyirəm. Çünki elə gözəl dəmli çayım var. Və məndən başqa bunu içməyə insanı yoxdur. Ona görə hamısını özüm üçün süzəcəm. Bu da mənim kofesiz zavtraqım. Mənə nuş olsun. Öz vlogumu izləyə zavtraq edirəm. Bu vaxta qədər saatı almamaq səbəbi yalnız zaryadka məsələsidir. Çünki telefonu zaryadkaya qoy, o biri telefonu, mikrofonu, nə bilim, işığı, hamısını zaryadkaya qoymaq lazımdır. O da axot yox idi. Ona görə fikirləşdim, görəsən axot olacaq bunu zaryadkaya qoymaq ya yox. 2 gündən bir mütləq qoymalısınız. Əgər daimi istifadə eləyəcəksinizsə, belə bir zaryadkası komplektdə var idi. 2 dənə böyük bağlamamız var. Birini açacağım. Daha doğrusu hər ikisini açacağım. Amma bunu sizə göstərəcəm. O birisini isə montaj eləyib o qusokları saxlayacağım. Mənim rəfiqəmin sarı çıxan ad gününə gedən vloga əlavə eləyəcəm. Necə yığırıq box. Onun üçün sürpriz olsun. Çünki mənim videolarımı izləyir. İlk öncə bundan başlamaq istəyirəm. Son zamanlar parça maskalara qarşı xüsusi bir sevdam var. Sador markasının belə bir seti götürdüm. Burada 10 dənə fərqli maska var. Amma nəsə ölçüləri çox balaca gəldi mənə. Bu brendin məhsulları Temu'da çoxdur. Amma mənim Garnier maska ilə müqayisədə bunun upakovkası biraz balacadır. Amma içi doludur. Bəlkə də ölçüsü eynidir. Keçən vlogların birində bu Misha'nı da almışdım. Hələ Trendyoldan da sifariş eləmişəm Garnier'in təzə maskaları. Bunları da almaq istədim. Twix sразу gəlib məuldayır. Elə bilir ki, bu sulu yeməkdir onun. Hər dəfə mən maskanı açarkən o düşünür ki, onun yeməyidir. Rəyləri yaxşı idi. Özünüz də vloglarda görəcəksiniz ki, daimi olaraq istifadə edəcəm. Ümumiyyətlə set olaraq almağı daha çox xoşlayıram. Hələ əl kremləri də sifariş edəcəm. Çünki məndə sразу bitir. Mama supermarketə getsin, sənin üçün sulu yemək də alacaq. Все, indi qızlar, bu qədər maskam var. Maskalardan boluq. Baxın, belə göstərim sizə. Polkamın içində belə bir yer elədim bunlar üçün. Sразу yerdə yer eləməyəndə itbat olur. Wow, necə də gözəl rəngi var. Amma razmer mənə elə gəlir ki, böyükdür. S razmer götürdüm, amma məncə bu Emma daha yaxşı olacaq. Belə paltarları mən buxar ütüyünü ütüləməyi daha çox sevirəm. Onu çıxartmaq axot olmadı. Sadəcə yüngülvari keçirəm ki, sırf sizə göstərim. Bu arada qiyməti çox münasib idi. Deyəsən 14 manat idi, amma kaşki XS razmerini götürərdim. Çünki bu mənə konkret böyükdür. Əslində Temu'dan tikiş maşınında sifariş eləmişdim və biraz düzəltmək olar. Amma rəfiqəmə təklif edəcəm.
O istəsə ona hədiyyə edəcəm. Özüm üçün isə XS modelini götürəcəm, çünki model olaraq çox bəyəndim. Sadəcə böyükdür. Alarkən bunu bölüşmüşdüm sizinlə Instagramda və hamı məndən linkini istədi. Mən də dedim ki, hələ ki sifariş eləməyin qızlar, mən sifariş edeyim. Baxım görün, balaca gəlir ya da ki böyük, sonra sizə deyərəm videoda. Baxın qızlar, eynimdə belə oturur. Mamaya göstərdim videoda. Dedi ki, normaldır da, bundan o tərəfi nə istəyirsən, amma mənə görə çox böyükdür. Yuxarı hissəsi stretchdir və dartılan materialdır. Bədənə yapışmalıdır, amma mənə boşdur. Bir sözlə, birdən sifariş eləməyi istəsəz, materialı, hər şey superdir. Sadəcə bir razmer kiçik götürməlisiniz mütləq. Nəhayət ki, vanna üçün orqanayzerlər sifariş eləmişəm. Ağ rəngdə götürmüşəm. Bizdə ümumiyyətlə yox idi. Yuskda da baxmışam. Oradan da almaq düşünürdüm. Sonra fikirləşdim ki, hamısı ağ rəngdə olsun. Bu sabun üçün belə bir qabdır. Tam şəkildəki kimi. Qəşəngdir. Materiala fikir verin, çünki çox ucuz qiymətə bunun plasmasları da var idi və şəkildə eyni görsənir. Amma fikir versəz, orada materialı da yazılıb. Sadəcə bir şey mənə çatmadı ki, bu nə üçündür? Burada tutaq ki, şotkaları qoyacağım. Bu isə maya sabun üçün. Hamısı bir yerdə deyəsən 36 manat idi. Bunu belə paketdən çıxartdım və fikir vermədim ki, paketdə elə trubkası qalıb. Və paketi trubka ilə birlikdə tulladım. Öz aləmində bu belə güya ki işləyəcək. Super. Bunlardan birini isə fırçalarım üçün istifadə edəcəm. Makyaj masanın üzərinə qoyacağım. Qaba maya sabunu əlavə edəndən sonra baxıram ki, işləmir. Və sizcə ağlıma gələn ilk fikir nədir? Düşündüm ki, bırak göndəriblər. Sonra isə başqa maya sabunlara baxıram və görürəm ki, burada bu trubkası yoxdur. Birdən ağlıma gəldi, videonu açım, baxım görüm burada var idi ya yox. Dava və şübhənlik salmaqdan əvvəl əmin olmaq lazımdır ki, haqlısan. Videoda isə gördüm ki, o trubka həqiqətən var. Sadəcə mən fikir vermədim və paketlə birlikdə tullamışam. Bəxtim gətirdi ki, həmin an buz birləri mən tullamamışdım və o trubkanı tapdım, taxdım və sonra işlədim. Ümumiyyətlə qızlar, birinci dəfə deyil başıma gəlir. Bağlama açarkən diqqətli olun, lazımlı şeyləri tullamayın. Amma belə çox bəyəndim, materialı keramikadır, yəni ki, plasmas zat deyil. Bu arada qızlar, temunu hələ də yükləməmisinizsə, mütləq mənim linkdən eləyin. Belə olduğu halda 150 manatlıq paket kupon əldə edəcəksiniz. Sonra onu hissə-hissə istifadə edə bilərsiniz. Buradakı əşyalar hamısı mənə aid deyil. Gəlin yalnız mənimkilərini sizə göstərim. Evdə geyinmək üçün belə bir sarı set sifariş eləmişəm. Bilmirəm niyə qızlar və bilmirəm yalnız məndə elədir. Bu il sarı rəngə qarşı elə bir sevdam var. Özü də ki, belə nежный sarı rəng çox gözəldir. Evdə geyinəcəm. Prosta ev geyimi kimi belə bir şortik və üstündən futbolka. Kontent çəkməyimə baxmayaraq bəzən özümdə öz izləyiciyəm. Köhnə vloqlarımı izləyərkən bir şeyə diqqət yetirmişəm. Son zamanlar aldığım pijamalar və videolarımda geyindikləri hamısı boşdur və mən veşolka kimi görsənirəm. Yəni qıraqdan özümə bəyənə bilmirəm. Arığam və kökəlmək istəmirəm əslində. Sadəcə videoda necə düşürəm xoşuma gəlmir. Ona görə fikirləşdim ki, bundan sonra belə boş pijamaları geyməyəcəm. Daha doğrusu geyinəcəm, sadəcə təzələri almayacağam. Daha dar modelləri seçəcəm. Bu isə S razmerdə ümumiyyətlə belə tipli şortikləri mən çox bəyənirəm və oversize futbolka. Bu arada razmer olaraq S götürdüm, qiyməti isə 12 manatdır. Aldığım hər bir məhsulun qiyməti deməyə çalışıram, çünki rəylərdə məndən xahiş eləmişdiniz. Və qızlar, hələ də ilk sifarişinizi eləməmisinizsə, mütləq eləyərkən mənim promokoddan istifadə edin, əlavə olaraq 30% endirim də əldə etmiş olacaqsınız. Təsəvvür edin, onsuz da endirimdə olan məhsullara əlavə 30% də endirim olacaq. Amma çox təəssüf ki, qızlar, bu promokod yalnız 24 saat ərzində keçərlidir. Application-ı yükləyəndən sonra əgər 24 saat ərzində siz ilk sifarişinizi eləyirsinizsə, o keçərlidir. Ona görə mütləq istifadə eləyin. Nə tez gəldi.
Bir 10 gün bundan əvvəl yadınıza gəlirsə, bu quruşkadan sifariş eləmişdim, amma təəssüf ki sındı, amma çox xoşuma gəlmişdi. Hətta keyfim pozulmuşdu, amma dedi ki, problem nədir ki, birini də sifariş elə. Mən də sifariş elədim, çünki o qədər optimal razmeri var, həm də ki şəffaf stəkanları çox sevirəm və son zamanlar yalnız belə stəkanlardan içirəm. Ümid edirəm ki, bu sınmaz, qoruyacağam. Və deyəsən sonuncu məhsul bu bağlamada bu sırğalardım. Keçən vlogda mən bunları taxmışdım. Videolarım ardılıqca çıxmır deyə qarşı olur. Əgər siz qaralmayan normal bijuteri istəyirsinizsə, ən ucuz variantlara qaçmayın. Bu sırğalar çox da ucuz deyil idi, deyəsən 6 manata idi. Amma çox gözəldir və bilinir ki, keyfiyyətlidir, qaralan deyil. Bu üçünü isə rəfiqəm üçün sifariş edəcəm, ona hədiyyə edəcəm. Qalanlar isə qardaşım gilə aiddir. Bilməm bunları göstərim ya yox, məncə çox da maraqlı gəlməyəcək sizə. Bir dənə bunu göstərim. Plastik belə bir case sifariş ediblər. Ümumiyyətlə belə şeylər Temuda çox ucuzdur. Telefon aksesuarları olsun, başqa belə xırda-xuruş şeylər çox ucuzdur. Və ən əsas heç yerdə tapılmayan modellər üçün, любой model üçün case tapa bilərsiniz. Telefon üçün qoruyucu şüşələr, memory card və belə bir nabor переходникlər. 3 gün sonrasından sizi salamlayıram. Vlogu montaj elədim, gördüm ki çox az alındı. Fikirləşdim ki başqa günləri də əlavə edeyim. Biz Twixiklə nəhayət ki rayona gedirik. Oğlan qızlar başı beynimi aparıb da yol boyu miau 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 miau. Mahnını çox eləyirəm ki eşitməyim, amma bu da notanı daha yuxarı götürür. Biz isə uca pirə çatdıq, yarı yol uca keçmişik. Sizə demək olar ki çatdım, amma çox gec çatdım. Təsəvvür edirsiniz 3 saat yarım yolda olmuşam. Çünki həm şəhərdə probkadır, həm də ki biz yaşayırıq bir tərəfdə. Rayona çıxmaq üçün Bakının kruq eləməliyəm də bir sözlə. Amma əsas odur ki, sağ-salamat çatdım şu kəndəyə. Bilməyənlər üçün deyirəm, mən Xaçmazda doğulmuşam, daha doğrusu kənddə, daha doğrusu bu evdə. Lap bu evdə doğulmamışam, Roddomda doğulmuşam, amma ilk 3 yaşımı burada yaşamışam. Atam isə o vaxtlar polis işləyirdi və həmişə şəhərə köçmək arzusunda idi. İlk illərdə mamanı yoldan çıxarda bilmirdi, axırda mama razı oldum. Çatandan sonra diqqət verirəm ki, burada belə bir əziyi var. Deyəsən, mən həyatda saxlayanda kimsə məni vurub gedib, ya kimsə burada oturub. Ola bilər ki, oturub, çünki heç bir cızığı yoxdur da. Ya da var, bir iki dənə cızığı, baxın. Şoka düşdüm ya. Gəlmişəm, çatmışam. Həyatda saxlayırsan və bugünə qalır, ucuz. Nə yalan deyim, keyfim tam olaraq pozuldu. Həyətdə bizdə kameralar var və həmin yeri kamerada çəkir. Bunun əvvəl də başıma gəlib. Bir dəfə biri gəlib məni cızıb getmişdi və öz nömrəsini yazmışdı. Mən də o nömrəyə zəng elədim. Dedim ki, nə məsələdir, niyə eləmisiniz? Dedi ki, sadəcə mən üzr istəmək istədim. Orada xırda bir şeydi zaddı. Mən də istəmədim, ya pul ver, ya nəsə. Amma burada konkretlə əzilib kimsə, yüksək çəkili bir insan gəlib maşının üstündə oturub konkret, oturub o da əzilib. Bəlkə də qəsdən eləməyib, çünki nə cızığı, nə heç nə yoxdur. Sadəcə içinə gedib. Kimsə söykənib özünü və oturub orada çox üzrsən, belə popanın şəkli var. Ona görə belə. İnsan, yəni ki, pis olur imanla ona ki, mənim səhvim deyildi. Biri var ki, mən maşını vurmuşam, kimisi vurmuşam, yolda səhvliyim olub. Belə olanda adam çox da pis olmur. Amma sən heç bir günahı olmayan yerdə maşının pis günə düşəndə adam təbii ki, pis olur. Amma belə şeylər də var da, bəzən elə olur ki, yol gedirsən və kimsə içkili vəziyyətdə ya da ki, prosta başdan xarab gəlib səni vurur. Sonra sən qalırsan yollarda, ustalarda, maşını remont elə və s. əlavə 1000 dənə problem. Ona görə belə hallar olur, amma yenə də məndən asılı olmayaraq keyfim pozuldum. Burada mənim yerəncim var idi, hardasa bir 5 il bundan əvvəl asmışdım və qəşəng burada yelənirdim, bura, ora. Sonra qardaşım götürdü, bunu kəsdi, nədir, yıxıla bilərsən və başın partlaya bilər burada. Amma belə hər şeydən qorxsaq,
Yol gedəndə başınıza kərpic də düşə bilər. Hələ bağımızın gözəlliyini göstərməmişəm sizə. Otu çalıblar. İndi aparacaqlar. Baxın nə qədər burada ot var. Burada əslində qəşəng şəkil çəkdirmək olar. Amma kənd abu havalı paltar lazımdır. Onu da götürməmişəm. Yadımdan çıxıb. Bu ağaclarımız gilasdır. Amma bu il çətin normalni gilas ola. Çünki havalar tez isindi. Sonra soyuqlar oldu. Güllər hamısı töküldü. Çox güman ki, normal gilas olmayacaq bu il. Bu oğlanı o biri vloglardan уже tanıyırsınız siz. Bunun adı Alex'dir. Ümumiyyətlə, mən rayona gələn kimi itlər hamısı yığışır bizə. Maşına görə nastroyeniyam tam olaraq sıfır oldu və vlogu davam eləmək heç keyfim qalmadı. Ona görə burada bu video bitir və mənim keyfimi düzəltmək istəyirsinizsə mənə abunə olun. Amma belə olmasaz da axıra qədər bu videonu izlədiyinizə görə təşəkkürümü bildirmək istəyirəm sizə. Özünüzdən müğayət olun. Sizi çox sevirəm. Sağ olun.